Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcəratin tayyibə asluha səbitun və fərluha fissəmə tu'ti ukulaha kullə hinin biizni rabbiha və yadribullahu ləmsələ linnəsi ləalləhum yətədəkkərun. Allah Teala buyurur ki, görmürsənmi Allah Teala gözəl kəlmə üçün necə gözəl ağacı misal çəkir. Allah Teala gözəl kəlməni, gözəl misalı ağacla misallandırır, ağacla misal çəkir. Buyurur ki, Allah Teala onun əsli sabitdir. Yəni, la ilahə illallah kəlməsi kimi. Və ən gözəl kəlmə də la ilahə illallahdır. O bir ağac kimidir, onun əsli sabitdir. Əsli sabitdirsə budaqları səmadadır, yəni cücərəcək, böyüyəcək o. Əsli kökü sabit olmayan, möhkəm olmayan ağac çürüyəcək budaqları. Bir xəstəlik yoluxacaq o ağaca. Allah Teala buyurur ki, aslı sabitdir, əsası və budaqları göydədir. Və o, Allah, Rəbbi istədiyi zaman öz ruzisini verir. Yeməklərini, ruzilərini verir. Və la ilahə illallah da belədir. İnsanında, onun qəlbində, insanın qəlbində bu kəlmə möhkəm olanda əzaları düzəlir və əzaları düzəlirsə səmərə verir. Sonra Allah Teala buyurur ki, Allah Teala sizə belə misallar çəkir ki, bəlkə düşünəsiniz. İbrahim surəsi 25-ci ayə.